Bir sıra xalqlar qədim zamanlardan yazın gəlişi və təbiətin canlanması münasibətilə şənliklər keçirib. Bu günü yeni başlanğıc kimi qeyd ediblər. Novruz da Azərbaycan xalqının zəngin, maddi və mənəvi dəyərlərinin özündə yaşadan böyük mədəniyyət hadisəsidir. Tarixi inkişaf baxımından bu bayrama nəzər saldıqda onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu görünür. Novruzun bütövlükdə mahiyyəti ideya ilə bağlıdır. Yəni bu əsasda biz ilk növbədə od amilini götürə bilərik. Odun üzərindən atlanmaq köhnə mifoloji ildəki acının, ağrının tonqalın üstündən atlanarkən yanması, yəni Azərbeycanın orada yanması və insanın arınmış şəkildə yeni ilə keçməsi simvolizə olunur. Yəni torpağa, oda, ümumiyyətlə şərq düşüncəsində olan 4 ünsürə Azərbaycan türk düşüncəsində tamamilə yaradıcı bir baxış var. Novruz sözünün hərfi mənası yeni gün deməkdir. Bəzi tədqiqatçılar bu bayramın yaranmasını çox qədim dövrlərlə, Zərdüşt peyğəmbərin yaşadığı dövrlə əlaqələndirir. Onun tarixini ən azı 3700, ən çoxu isə 5000 il əvvələ aid edirlər. Bu gün isə Novruz daha çox mənəvi bağlılığı, yenilənmə və birliyi əks etdirir. Ayrı-ayrı dinlər, elə İslamın özü də Novruz bayramına qarşı çıxmır və bu da təbiidir. Çünki bayramın mahiyyətində duran xeyir-şər ideyası, fəslin yenilənməsi, ilin yenilənməsi, xeyrin şər üzərində qələbəsi, insanın tonqal üstündən aslanarkən hər cür acı ağrını yox etməsi ilə bu əslində əbədi bir ideyadır. Qədim tarixə malik bu bayram hər il ölkəmizdə böyük sevinç və coşqu ilə qeyd olunur. Bayram süfrəsində yer alan qidaların və atributların da özünə məxsus mənası var. Məsələn, boyanmış yumurta və səməni yeni başlanğıcı, paxlava bərəkəti, şəkərbura bolluğu, şamlar işığı, çərəzlər isə ruzini simvolizə edir. Amma bütün bunlardan daha önəmlisi Novruzun birlik, bərəkət və həmrəylik rəmzi olmasıdır. Biz də bu bayramda hər kəsə bol ruzi, sevinç və birlik arzu edirik. Bayramınız mübarək.